Hansı maşını almaq daha məsləhətdir? Deməli belədir. Bəzi adamların hətta imkanı olanda fikirləşir ki, mən o qədər maşına pul verəcəm, qoy işlənmişini alım, deməli pulum az çıxsın. Amma mən sizə deyim ki, reallıq var da. 5 manada olan maşınla 1 manada olan maşın bir ola bilməz. Ən gözəl şey odur ki, əgər sizin imkanınız varsa, Allah sizə ruzu yetiribsə, bacarırsınızsa ən təzə maşını alın. Yəni salondan maşını alın. Bundan gözəl, o salafanın iyi var, nətər maşının iyi. O hissləri heç nə sizə əvəz etməyəcək. Bundan başqa, təzə maşın ona görə bahadır ki, o uzun illər sizə xidmət edəcək. İkinci variantı götürək. O qədər imkan yoxdur. İmkan var, o qədər yoxdur. Onda fikrinizi 3-4 ilin, 2-3-4 ilin maşınına diqqət getirin. Niyə Ceyhun? İş arasındadır ki, salondan ki maşın çıxdı, istəyirlər yaxşı vəziyyətdə olsun, əla vəziyyətdə olsun, təzə olsun. Salondan çıxdı, 2-3 il ərzində maşın qiymətinin 15-20%-ni itirir və sizin artıq imkanınız çatacaq o maşını almağa. Üçüncü variant, pul lap azdır. Nə etməli? 8-9-10 ilin elə maşınları var, adlarını çəkməyəcəm, modellərin də adını çəkməyəcəm, çünki bu reklam olar. Amma elə maşınlar var ki, onlar 10 ildən sonra da əgər onlara yaxşı baxıblarsa, deyir, mən dəyərəm 1000 cavana, eləcə də elə maşınlar var. Amma burada bir məsələ var, bunun barədə biraz sonra danışacağıq, o maşının deməli, yoxlatdırması barədə. Bir də nəyi demək istəyərdim Ceyhun? 20 ilin maşınını almayın. Bax 20 ilin, 25 ilin maşınını almayın. Niyə? İnsan da qocalır Ceyhun. İnsan da yorulur. Maşının metalının yorulması var. Güya xarab deyil amma yorulur, iki bölünür, rezinlər quruyur. 20 ilin, 15 ilin maşında bütün rezinlər, özünüz bilirsiniz ki, xarici maşınların deməli rezin hissələri də bahadır. Adi rezin hissələri də. Maşın yorulur, dəmir yorulur, dəmir yumşalır. Ona görə də elə həmin o əgər yorursa elə insanın özü də yorulacaq, sürücü olaraq insan da yorulur, insan da qocalır, maşın da qocalır. Və əgər imkan çatmırsa 3-4 ilin maşınını almağa, 10 ilin maşınını almağa, almayın 20 ilin maşınını. Biraz Allah'a arzu edin ki sizə ruzu yetirsin.